Biri səhlənkarlıq edir, digəri isə daha sonra gedərəm deyib unudur. Lakin tibbi yoxlanışdan keçmək bir çox xəstəliklərin qarşısını vaxtında almağa kömək edir. Aktiv şikayəti olmayan insanlarda, xüsusən 18-40 yaş arasında ildə bir dəfə kifayətdir. Yüksək riskli şəxslərdə isə ildə 2 dəfə check-up proqramı oluna bilər. Mütəxəssislər bildirirlər ki, əvvəlcə fiziki müayinə aparılmalıdır. Daha sonra isə həkim tibbi müayinəyə, başqa sözlə check-up'a göstəriş verməlidir. Bəs check-up müayinəsi nədir və bu müayinəyə hansı xidmətlər daxildir? Ümumi tibbi müayinələr, qan analizi, digər laborator analizlər, ultrasəs müayinəsi, elektrokardioqramma, rentgen. Belə müayinələr yaş, cins və sağlamlıq risklərinə uyğun olaraq fərdiləşdirilir və xəstəliyin aşkarlanmasına kömək edir.